Salam, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız siyasi icmalçı Rauf Qurbanov. Rauf bəy, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Rauf müəllim, bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Həmçinin Rusiya-Azərbaycan münasibətlərində də müəyyən proseslərdə göründüyü kimi müəyyən soyuqluq var. Çünki prezident də 9 may paradına qatılmadı. Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaz siyasəti, həmçinin bilirsiniz ki, Rusiya prezidentinin müşaviri də SSR-nin de jure dağılmadığını vurğuladı, sənəd üzərində qaldığını və Rusiya bunları indi növbəti mərhələdə gündəmə gətirməklə hansı siyasət izləyir? Xüsusilə həqiqətən də SSR de jure varmı? Birinci, mən deməzdim ki, Rusiya-Azərbaycan arasında hansısa soyuq münasibətlər mövcuddur. Baxmayaraq ki, belə deyək, kularlarda müəyyən qərb-ünumlu siyasi ekspertlər, siyasi partiya rəhbərləri Rusiyanın ünvanına müəyyən uyğun olmayan ifadələr, fikirlər, mövqelər sərgiləsə də dövlətlər arasında münasibət normal və öz inkişaf xəttini davam edir. Amma bu yaxınlarda deyəndə, dünən olaraq səhv edəməmsə, Rusiyada aparılan sosial sorğunun Azərbaycanla əlaqədar nəticəsindən maraqlandım ki, respondentlərin əksəriyyəti Azərbaycanın dost və qonşu, mehriban bir dövlət olaraq yəni ictimaiyyət bu cür dəyərləndirdi. Dövlətlərimiz arasında da münasibət olduqca, yəni dövlət başları arasında çox etibarlıdır. Bir-birinə qarşılıqlı etimad əsasında quruldu. Yəni, demək istəmirəm. Müəyyən maraqlı qüvvələri var, onları da başa düşmək olar. Yəni, bu Azərbaycan cəmiyyəti deməkdir ümumilikdə. Bunların bu cür Rusiya əleyhinə müəyyən mövqelər sərgiləməsi, bu da siyasətdə təbii olan bir şeydir. Ona görə də sualınızın ilkin olaraq cavabı bundan mənim tərəfimdən olan ibarətdir ki, heç bir Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yoxdur. Əgər soyuqluq olsaydı, Rusiyanın rəsmi rəhbərlərinin mütəmadi olaraq Bakıya səfəri, Federasiyanın rəhbərinin gəlməsi, Xarici İşlər Nazirinin gəlməsi, mütəmadi olaraq Putin, İlham Əliyev danışıqları, telefon danışıqları mən dediklərimə əsas deməli bariz nümunədir. O ki, qaldı Azərbaycan prezidentinin 9 may paradında iştirak eləməməli. Gəlin məsələnin bir balaca kökünü var ki, Azərbaycan Respublikasının prezidenti 75-ci ildə də, 70-ci illik yubileylərində də bu parada qoşulubdur, iştirak edibdi və 80-ci illə əlaqədar olaraq arqumentlər gəldi ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyin ad gününə əlaqədar olaraq Respublikada keçiriləcək müəyyən tədbirləri nəzərə alaraq həmin parada qoşula bilməyəcək. Amma öz növbəsində 9 may paradı Qələbə bayramı Azərbaycanın, yəni Respublikanın paytaxtı Bakı şəhərinin o cümlədən Respublikamızın digər rayon və şəhərlərində hakim partiyanın rəhbərlərinin iştirakı ilə qeyd olundu. O cümlədən də İlham Əliyev ölkənin prezidenti tərəfindən. Deməkdə məqsədim odur ki, biz İlham Əliyev həmin paradda özü şəxsən iştirak eləməsə də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, əskərləri Qızıl Meydanın məhz Azərbaycan bayrağı altında və nizami marşla həmin paradda iştirak elədi. Bu əsas verir ki, demək ki, yəni bu heç də Azərbaycan-Rusiya münasibətlərinin soyuq olması yox, əksinə bir-birinə qarşılıqlı ehtimaddan irəli gələn məsələdir. Bir şey də nəzərinizə çatdırım ki, mübadiləsiz, yəni o parada hər dövlət rəhbərləri dəvət olunsa da, silahlı qüvvələrin nümayəndələrinin dəvət olunması, mən hesab edirəm, mənim subyektiv fikrim ki, məhz istisna hal, daha yaxın dövlətlərin nümayəndələri o dəvət olunur. Baxın, əgər paraleli yaparılsınızsa, Ermənistanın baş naziri də dəvət olunmuşdur. Ancaq ondan qabaqki yubileylərdə Rusiya-Ermənistan münasibətləri daha isti olduğuna, sıcaq olduğuna görə orada Ermənistan silahlı qüvvələrində nümayəndələr iştirak edir. Rahməli, amma mətbuatda belə bir yazılar getdi ki, məsələn, cənab prezident 9 may paradına ona görə qatılmadı ki, Rusiya məlum təyyarə probleminə görə hələ istintaq məsələsini yekunlaşdırmayıb, rəsmi şəkildə bu məsələni örtbasdır etmək istəyir və cənab prezident ona görə qatılmadı. Yəni, bu məsələlər deyirlər ki, ona görə məhz Rusiya-Azərbaycan arasında müəyyən soyuq münasibətlər yaranır. Bilirsinizmi? Bax, bu soyuq münasibətlərin marağında olan qüvvələr var. Siz cənab prezidentin şəxsən özündən eşitmişsinizmi ki, məhz bu məsələ ilə əlaqədar olaraq mən həmin paradda iştirak eləməkdə imtina edim. Əgər doğrudan da belə bir şey olsaydı,
incə dediyim kimi, o Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də o Qızıl Meydanda paradda iştirak eləməzdi. Bu tamamilə yanlış bir şeydir. O ki qaldı təyyarənin vurulmasına əlaqədar, bu tamamilə başqa bir mövzudur. Əgər bu məsələni siz qaldırdıqsa, mən istəyirəm ki, buna da bir xronoloji olaraq qısa bir məlumat, öz mövqeyimi bildirim. Mən bu dəfələrlə deyirəm, mən ixtisasca hüquqşünas olduğuma görə hər hansı törədilmiş cinayət hadisəsinin bir həftə, 10 gün, 2 ay, 3 ay, 5 ay müddətində araşdırılması və məntiqi nəticənin ortaya qoyulması müddət deyil. Elə cinayət hadisəsi ola bilər ki, illər çəkər. 25 dekabr 2024-cü ildə törədilmiş bu hadisə, mən bu yaxınlarda mətbuatdan izlədim ki, artıq bu cinayət işinin araşdırılması, təbii ki, bu törədilmiş hadisə cinayət işidir. Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən aparılır, çünki onlar əslində bu hadisə baş veribdir. Artıq birinci mərhələ öz həllini tapıb. Düzdür, həmin mərhələnin nəticələrini istintaq materialları olaraq açıqlanmır. Yəni artıq ikinci mərhələnin açıqlanması, daha doğrusu təhlil olunması və onun istintaq olunması prosesi başlayır. Belə bir zamanda və Rusiyada tələsimir ki, yəni əgər belə götürək də məntiqi olaraq bir hadisəni törətmiş adamın müstəntiq tərəfindən törədilmiş hadisə tədqiq olunursa da, o tədqiq olunub başa çatmadan məhkəmə onu cinayətkar olaraq günahlandıra bilərmi? Yox. Əgər buradan deyilirsə də ki, bu məsələ araşdırılır və ikinci mərhələ, yəni neytral tamamilə bir ölkədir. Və cənab prezident o vaxt qeyd edir ki, biz bunu MDB məkanında yox, beynəlxalq aviasiya deməli ekspertlərin bu məsələyə münasibətini bilmək istəyirik və biz istədiyimizə də nail olduq. Mən çox təəssüf edirəm ki, Azərbaycanda maraqlı qüvvələr var ki, ya hüquqdan anlaşı yoxdur və yaxud da ki, bu məsələni tələm-tələsik Rusiyanın boynuna qoymaqla nəyisə əldə eləmək və Azərbaycan-Rusiya münasibətlərinə bayaq dediyiniz kimi bir soyuq mühit yaratmağa çalışırlar. Mən hesab edirəm ki, bu Azərbaycanın ümumiyyətlə xeyrinə olan bir məsələ deyil. Mən burada müdriklərin bir sözünü xatırlatmaq istəyirəm. Hər bir insan öz millətini sevir və öz millətinlə də qürur duyur, həmin millətə məxsusluğundan. Ancaq o qatı radikallar, üzr istəyirəm, ifadəmə görə mənim bağışlayın, ağılsız insanlar hesab edirəm. Ağıllı insanlar başqalarının özünə dost, ağılsızlar isə dostu düşmən edirlər. Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə müəyyən qədər mətbuata da ictimaiyyətlə fikrini görüşdürmək istəyən müəyyən qrup insanlar var ki, o dostu bizə düşmən eləməyə çalışır. Rusiya dostu, amma demək istəyirsiniz ki, Rusiya bizə düşmən. Tamamilə düzdür. Əgər dost o ki olmasa, bizim 3 milyon yaxın vətəndaşımız orada olarmı? Əgər 3 milyon dost olmasa, Rusiya qarşı dünyanın sərgilədiyi sanksiyalara Azərbaycan qoşulmaya bilərmi? Bilirsizmi? Əgər bu düşmən ölkə olsaydı, təbii ki, o Avropa ölkələri kimi biz də sanksiyalara qoşulardıq. Bugün Azərbaycanla Rusiya arasında ticarət əlaqələri gün-bə-gün inkişaf edir. Beləsinsək, mal dövləsi artır. Mən də sual qoyuram. Düşmən dövlətdən belə bir şey varmı? Bizim niyə Ermənistanla, təbii ki, bizim mövqeyimizdə düşmənçilik yoxdur. Ancaq tarixi bir şərait yaranır ki, bizim Ermənistanla bütün münasibətlərimiz düşmənçilik səviyyəsində. Ermənistanla bizim ticarət əlaqələrimiz varmı? Yoxdur. Rusiya biz düşmən deyilik. O nöqteyi nəzərdən demək istəyirəm ki, bunu bu cür səbk eləmək istəyənlər, milli ədabəti qızışdıranlar var. Hərdən mən bir Azərbaycanlı olaraq onların yazılarını oxuyanda və televiziyada mövqeylərini dinləyəndə özümü çox təəccüblənirəm ki, axı öz xalqı üçün düşmən qazanmaq, böyük bir Rusiya qonşumuzu özümüzə qarşı çevirmək. Nəzərə alsaq ki, elə 1-ci Qarabağ müharibəsində də, 2-ci Qarabağ müharibəsində də bir o şəhidlər xiyabanında uyuyanların xeyli ruslardır. Rus millətindən olan Azərbaycan vətəndaşlardır. Azərbaycanda bir 200 mindən artıq Rusiya icması var, Rus yaşayır. Axı bu qədər ədabəti dərinləşdirmək, millətlər arasında münasibətləri gərginləşdirmək bir sual olunur, bir Azərbaycanlı olaraq bizə lazımdırmı? Rauf müəllim, tamamilə. Deməli, bayaq mən qeyd etdim, Rusiya prezidentinin müşaviri qeyd edir ki, SSR, yenidən o suala gəlmək istəyirəm ki, SSR düyuri parçalanmayıb, onun dağılması qanunsuz idi. Yəni, bu Azərbaycan xalqı da dövləti və digər postsovet məkanı ölkələrdə görür ki, Rusiya yeni SSR planına malikdirmi? Məhz Rusiya qarşı həyata keçirdiyi bu silahlı hərbi əməliyyatlarda Rusiya yeni SSR-i bərpa etmək istəyirmi və
Rus prezidentinin də müşaviri bu açıqlaması SSR dağılmayıb kimi açıqlaması Rusiyanın yeni SSR qurmaq planının mesajı kimi qiymətləndirmək olarmı? Həqiqətən də de yure parçalanmırmı yoxsa yox? Yəni, bu da çox büyük cəmiyyəti ilə başa düşündürən bir sualdır və narahat edici bir sual məsələdir. Və çox yaxşı sual verdiniz ki, mən də bir siyasi icmalçı olaraq müəyyən qədər Azərbaycan siyasətində müəyyən rola malik olan bir insan kimi məhz bu məsələyə münasibət bildirim. Siz indi aparıcılığınızla yanaşı həm də peşəkar siyasətçisiniz. Siyasətçilərin özünə müvafiq ritorikalar olur, narrativləri olur. Birinci nəzərə almaq lazımdır, o SSR-nin ikinci SSR yazırlar. Onun, əgər o hərflərin abredura deyirlər də onun açıqlamasında bu odur ki, Sovet Sosialist Respublikaları ifadə. Əgər nəzərə alsaq ki, keçmiş Sovet Respublikalarının heç birində Komünist Partiyası hakimiyyətdə deyil, ən böyük fraksiya Rusiyadır. Yəni, heç bir keçmiş müttəfiq respublikaların heç birində sosializm iqtisadi formasiyası mövcud deyil. Onda hansı SSR 2-dən söhbət gedə bilər? Bəlkə başqa biraz fikirləşmək lazım. İkinci bir tərəfdən, özünə inanan və öz müstəqilliyinin daimiliyini özündə əsas tutan bir millət belə hansısa köməkçinin, müşavirin ortaya atdığı fikirlərdən narahat olmamalıdır. Azərbaycanın müstəqillik yolu daimi, suverenliyi daimi, Ulu Öndər rəhmətli Heydər Əliyevin sözü olmasın, Allah qəni-qəni ona rəhmət etsin, qeyd edir ki, Azərbaycanın müstəqilliyini heç kim onun əlindən ala bilməz. Biz bir xalq olaraq özümüzə inanırsa Məhəmməd müəllim, yəni hər o üzüsündə ifadəmə görə hər bir dəli bir quyuya daş atacaq deyəndə 100 dənə ağıllı onun arxasındakı o daşını çıxartmağa çalışmalı. Bizim özümüzün qabağımızda prioritet məsələlər var. Dünya açılışlar, bu yaxınlarda prezidentin Çin Xalq Respublikasının səfəri, müqavilələrin bağlanması, yeni kontraktların imzalanması. Bizim işimiz bu olmalıdır. Biz bugün istəyir kimsə orada hansısa bir məsuliyyətsizmi? Baxmayaraq ki, dövlət müşaviridir. Baxmayaraq ki, dövlət dumasının deputatıdır. Gəncdir, biz siyasətçiyik, biz bunu bilirik. Dünya siyasətçiləri var. Seçki kampaniyası ərəfəsində özlərinə çox şeylər vəd edirlər. Amma seçkilərdən sonra onların heç birində əməl eləmirlər. Deməkdə məqsədim odur ki, bundan narahat olmağı dəyməz. Özünə güvənən, öz iqtisadiyyatına güvənən, öz birliyinə güvənən xalq, millət heç vaxt qıraqdan atılan hər hansı bir replikaya diqqət yetirməməli və bundan narahat olmamalı. Mən bir mənalı şəkildə demək istəyirəm ki, SSR-i 2 tamamilə feyk bir məsələdir, ortaya atılmış bir məsələdir. Ona görə də bundan ötəri ictimaiyyəti gərginləşdirmək, cəmiyyətə xoş gəlməyən mesajlar vermək, insanları narahat sağlamaq ki, Rusiyanın növbəti planları ondan ibarət ki, hansı SSR-nin bərpasından söhbət gedir ki, bayaq dediyim kimi, o komünist partiyalarının heç nəsə, nə Özbəkistanda, nə Türkmənistanda, nə digər keçmiş Sovet Respublikaları heç nəsə hakimiyyətdə deyil. Ona görə də SSR 2 məsələsi sadəcə olaraq cəmiyyəti qıcıqlandırmağa yönəlmiş. Rauf müəllim, bilirsiniz, o nə de jure, nə de facto mümkünlüyü yoxdur. Rauf müəllim, bilirsiniz, Rusiya Xarici Naziri uzun müddətdən sonra regiona səfər edir, xüsusilə Ermənistana səfər edilərdi. Bu aradakı açıqlamalarında bir növ Ermənistana yenidən təhlükəsizlik təminatını vermək istədiklərini, silah satış məsələsini gündəmə gətirdilər və hətta Rusiya tərəfi oradakı revanş qrupu, biz orada müxalifəti, Robert Koçaryan, Serj Sarkisyan, bunları çox ciddi dəstəkləyirlər. Hətta oradakı Qarabağdan köçən bir neçə separatçıyan da Nikol Paşinyana təklif olunub ki, bunlarla da işin olmasın. Yəni, Rusiya tərəfi revanş qrupu burada hakimiyyətə gətirib, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə qarşı olarmı? Və yaxud Rusiya tərəfi istəyir ki, yenidən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Moskvada keçirilsin bu danışıqlar. Siz necə baxırsınız? Moskvanın Rusiyanın vasitəçiliyi sülh prosesinə töhfə verə bilərmi? Və Rusiya Sergey Lavrovu Ermənistana göndərməklə yenidən Azərbaycanla Ermənistan arasında sülh prosesi tormozlayırmı və yoxud ya dəstək verirmi? Məhəmməd müəllim, bayaq verdiyiniz sualda demək olar ki, bu və başqa formada mən bu məsələyə münasibət bildim. Nə mənada? Bax, Azərbaycanda maraqlı qüvvələr var ki, bütün vasitələrdən istifadə edib Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq, bu münasibətləri soyuqlaşmaq istiqamətində siyasətlə məşğullar.
Gəlin belə götürək də, Ermənistan da müstəqil dövlətdir, Rusiya da müstəqil Bəli. dövlət. Mən dəfələrlə istənilən televiziyada olan çıxışlarımda qeyd eləmişəm ki, Cənubi Qafqaz Respublikası olaraq Rusiya heç vaxt Ermənistanı öz orbitindən kənarda görmək istəmir. Bu Rusiyanın maraqlarına cavab vermir. Yəni Rusiya Cənubi Qafqazda istər Azərbaycan olsun, istər Gürcüstan olsun, istər Ermənistan olsun, orada qərb dövlətlərinin məskunlaşmasının əleyhinədir. Əgər bu regionda sülhün və əmin-amanlığın təmin olunmasında Ermənistanla o bəzi soğumuş əlaqələrini təzədən istiləşdirmək istəyirsə, mən mətbuatdan oxuram. Bunun Azərbaycana nə qorxusu? Ya Azərbaycan biz deyirik ki, Rusiya, Ermənistan yenidən silahlanma, revanslar. Əgər nəzərə alsaq ki, 44 günlük müharibədə tərəflərdən biri də Rusiya idi. Nəzərə alsaq ki, 44 günlük müharibədə 10 noyabr 2020-ci ildə məhz Rusiya prezidenti bu məsələyə Ermənistanın baş naziri bu kapitulyasiya aktına qol çəkir və orada o 9 maddədən ibarət olan bəyannamə imzalanır. O bəyannamənin də 9-cu bəndi ondan ibarətdir ki, Zəngəzur dəhlizi Rusiya Federal xidmətinin hərbiçiləri tərəfindən nəzarətə götürülərək açılmalıdır Zəngəzur dəhlizi. İndi isə buna 10 dənə don geyindirlər. Rusiya orada hansı nəzarəti öz-özünə götürür? Azərbaycan Ermənistan maraqlarına cavab verirmi Zəngəzur dəhlizinə Rusiyanın olmağı? Əgər Azərbaycan və Ermənistan, mən Ermənistanın maraqlarını deməzdim, Azərbaycanın maraqlarına cavab verməsəydi, dəfələrlə Azərbaycan tərəfi o yaradılmış komissiyada Nazirlər Sovetinin müavinləri səviyyəsində, o cümlədən ölkə prezidenti buna israrla bunu tələb eləməzdi. Məhz bu məsələnin dalana dirənməsində bir nömrəli mən hesab edərdim ki, səbəbkar Qərb və o cümlədən Fransa. Məhz o Cənubi Qafqazda məsələləri gərginləşdirməklə, Rusiya üçün növbəti bir ikinci cəhbə, bir problem yaratmaqla bu məsələyə müdaxilə edir. Əgər nəzərə alsaq ki, o Rusiya tərəfdarı deyil, heç oradakı Avropa müşahidə qrupu yerləşdirilsin, onun sayı artırılsın. Dəfələrlə Azərbaycan mətbuatında açıqlanır ki, onlar sayədə müşahidəçi insanlar deyirlər. Onlar məsələ xüsusi xidmət orqanlarının hərbiçiləridir, kəşfiyyatçılardır. Onlar o eynə deyirlər, binoklar Azərbaycan ərazisindən monitoring keçirlər, oradan baxırlar, nə planlaşdırır, nə edirlər. Onsuz da bunlar istədiklərinə nail olası deyirlər. Azərbaycanın bir qüdrətli ordusu var, ali baş komandan var, Azərbaycan xalqının həmrəliyi var. Deməkdə məqsəd nədən ibarətdir? Hər bir ritorikadan, hər bir Rusiya tərəfindən istənilən bir politoloqun bir açıqlamasına üzr istəyən ola bilər. İndi Ermənistanda bilirsiniz ki, Rusiyada erməni lobbisinin gücü böyükdür, diaspora böyükdür. Rusiyada böyük bir dövlətdir. Orada kimsə erməni diasporasının təsiri altında Azərbaycanın nüvəsinin nəsə bir, belə də, erməni mövqeyinə uyğun bir söz danışa bilər. İndi Azərbaycan cəmiyyəti hansısa bir politoloqun və yaxud deputatın mövqeyi ilə Rusiya münasibətini dəyişməlidirmi? Rusiyanın rəsmi orqanlarının, dövlət başçısının, Putinin və yaxud nə bilim Mişustinin və yaxud Lavrovun Azərbaycana qarşı elə bir mövqeyinin rastlaşmısınızmı? O silahlarla əlaqədar məsələyə münasibət edir. Lavrov uzun müddətdir ki, Ermənistan arasında olan, çünki bilir ki, bugün Ermənistanın apardığı siyasət bütövlükdə qətlönümlü siyasətdir. Soros fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlmiş, təbii ki, Paşinyanın apardığı siyasət bundan ibarət olacaq. İndi Azərbaycanda bir fikir yaranır. Revanşistlər. Mən dəfələrlə demişəm. Elə revanşistin böyüyü Paşinyanın özüdür. O revanşist adlandığımız qüvvələr, yəni o Kaçıryanla Sarkisyan nəzərdə tutulan, mən bir dəfə də hansı televiziyada bu məsələyə münasibət bildirərək demişdim ki, onların dirsəklərinə qədər Azərbaycan xalqının qanına batıb onların əlləri. Və Azərbaycan Respublika prokurorluğunda 400 ton onlar haqqında cinayət işi var. Və erməni cəmiyyətinin özü, həmin şəxslərin nəyə malik olduqları və ümumiyyətlə Azərbaycanın da törətdiyi qətliamlar bir kənara dursun. Erməni xalqı üçün hansı qətliamlar törətdiklərini, hansı korrupsiyayla məşğul olduqlarını, hansı özbaşınalıqların, avtoritarlığın olmağını yaxşı bilirlər. Onların hakimiyyətə gəlməyi belə bir faiz mümkündür. Mən anlaya bilmirəm ki, Azərbaycan cəmiyyətinə niyə bunu bu qədər şişirdirlər ki, revanşistlər gələcək. Biri deyir ki, Kaçıryan Putinin dostudur. Dostudurmu? Bilirsizmi? Təbii ki, siz də üzr istəyirəm, bir dəfə Trumpla görüşmüş olsaydınız, qeyd edərsiniz ki, mən Trumpın dostuyum, çünki Amerika Birləşmiş Ştatlarının prezidenti. Bu dostu oldu, əgər dostu olsaydı, mən bu cür düşünürəm, Marsum Beklefi'nin.
ayağı yalın heç bir partiyası olmayan Paşinyan küçədən hakimiyyətə gəlməzdi. Yəni Rusiya o qədər mi acizdir ki, bir Putin öz dostunu müdafiə edə bilməz? Yəni bunlar mif. Yəni o kaçırılanların daxili auditoriya üçün öz mənafələrinə xidmət edən bir şey. Son sualım, Rauf müəllim. Rusiya Ukraynada qalib gələcəkmi? Proseslə hansı istiqamətə gedir? Bilirsiniz, mən Rusiya haqlıdırmı bu müharibədə? açığı demək istəyirəm ki, bu mövzuyla əlaqədar fikir bildirəndə bir insan olaraq mənim ürəyim ağrıyır. Çünki iki Slavyan xalq, eyni mentalitetə malik olan, eyni dini mənsəbə malik olan. Demək olar ki, biz son vaxtlara kimi, bəlkə də gün ilə Azərbaycanlar içində xeylisi var ki, heç Rus, Ukrayna, Belarus kim olduğunu aydınlaşdırmır. Yəni elə biz ona hamısına Rus kimi baxmışıq. Ukraynalıların özləri millətcə Ukrayna olsa da, onların əksəriyyətində elə Rus dilində danışan Ukraynalılar. Bir sözün təhlilinə varsaq görək ki, Rusca dilində danışan Ukraynalı nə deməkdir? Amma bu bir xalqdır da. Elə millətcə Ukraynalı var ki, ümumiyyətlə Ukrayna dilində bilir. Yəni Rus dilində böyüyür. Yəni bu bir xalqdır. Bugün bu xalqın məhz qərbin təhrikçiliyi ilə bu cür düşmənçilik münasibətinin yaranması özünə hörmət edən heç bir insan tərəfindən dəstəklənmir. Mən ümumiyyətlə məni yaxından tanıyan insanlar bu məsələni təbii Rusiya hər hansı burada bilirsinizmi? günah yox. Birdən o, yəni deməsəm, ikinci dəfə təkrar olur mənim ixtisasımı ön plana gəlməyim. Cinayət hadisəsində cinayətə təhrik olunmaq da özü bir cinayət hesab olunur. Mən hesab edirəm ki, təbii ki, bu tərəflər heç birini haqq qazandırmır. Bugün hər iki tərəfdən ölənlər var. Mən dəfələrlə bu məsələni qeyd eləmişəm ki, Azərbaycan və siyasi icmalçı olaraq mən də hər bir dövlətin ərazi bütövlüyünün qorunmasının tərəfdarıyım. Ancaq Məhəmməd müəllim, real şərait var və Amerika Birləşmiş Ştatlarının prezidenti də və digər özünə hörmət edən dövlətlərin rəhbərləri də, siyasi ekspertləri də, məsul insanlar da bu məsələyə əlaqədar şərh verəndə, münasibət bildirəndə qeyd edirlər ki, Ukraynanın o vaxtki rəhbərliyi düzgün siyasi addımlar atsaydı, bu qarşıdurmadan çəkinmək olardı. Çox təəssüflər olsun ki, Zelenskidən öncə hələ bu Poroshenko'nun vaxtından da qabaq, Yushchenko'nun dövründən belə bir istiqamətdə Ukrayna siyasi xətt aparır. Hansı ki, ona kimi nə Krım ilhaq olunmuşdu, nə Donetsk'də, nə Lugansk'da problemləri yox idi. Məsələn, qərbin təhrikçiliyinlə, o belə indi son vaxtlarda onu bir dəbdə olan bir söz verir, Rusiyanı bu cür iqtisadi cəhətdən çöktürmək planı qərbin. Bilirsizmi? Hərb yolunla uzdura bilmirlər. İndi sanksiyalar tətbiq edirlər. Yəni xəbəriniz var ki, 17 paket sanksiya tətbiq edirlər. İndi də Amerikanı təhrik edirlər Avropa ölkələri ki, 18-ci paketi qəbul etmək lazım. Ya artıq yeni raketlər veriblər 500 kilometr mənzilli. Bax, adama sual verirlər ki, bu iki xalqın arasında düşmənçiliyi salmaqda məqsədiniz nədir? Bir məqsəd, Rusiyanı parçalamaq. Rusiya parçalanır. Mən tamamilə məğlub olacaqmı? Son hadisələrdən gəldiyim qənaət ondan ibarətdir ki, Rusiyanı parçalamaq mümkünsüzdür və Rusiya parçalanmayacaq və bu qarşıdurmada Rusiyanın Ukrayna ərazisində apardığı xüsusi əməliyyatlarda Rusiya qalib olacaq. Çünki Ukrayna o itirmiş torpaqların təzədən geri qaytarılması üçün nə maddi imkanı yoxdur. 500 milyard pul xərcləyibdir. 1 milyon insan qırılıbdır. 12 milyon insan Ukraynalı Avropa didərgin düşürdü. Axı, bunun üst-üstə götürəndə SSR 91-ci də bir 50 milyon əhalisi var. Bu hansı resurslarla bu torpağa qayıdacaq? O belə deyilər ki, muzlu əskərləri yazır. Muzlu əskər kontrakt, müqavilə əsasında fəaliyyət göstərir. O canını qorur puluna görə. O vətənini yoxdur onun. Ukrayna onun vətəni deyil ki, onun üçün vuruşar. Ona görə o kontraktın başa çatmasını o pul müqabilində görür. Ona görə muzlu umud olur. O torpaqları azad edilmək mümkünsüzdür. İkinci bir tərəfdən hər bir dövlət özünə arxayın olmalıdır. Öz təhlükəsizliyinin təminatını öz xalqında, özündə görməlidir. Bayaq siz SSR dediniz ki, belə bir şey ola bilərmi? Dedim, Azərbaycan xalqı niyə çox xoflanır? Əgər biz bir işsə də, əgər bizim birliyimiz, mütəşəkkilliyimiz varsa da, biz Ali Baş Komandanın ətrafında birləşmişiksə də, niyə üçün kənardan olan hansısa bir atılmış sözün arxasınca gedib özümüzdə narahatçılıq yaratmalıyıq? Ona görə Ukrayna indi bugün Zelenski hər bir çıxışını deyir, mənə təhlükəsizlik təminatı verir. Təhlükəsizlik təminatı sənin özün və sənin xalqın olmalıdır.
Hansı Avropa dövləti, biz tarixdə bunu dəfələrlə görmüşük. Nə Avropa dövlətləri, nə Amerika Birləşmiş Ştatları heç bir dövlətə təhlükəsizlik təminatı vermir. Amerikanın son illərdə Əfqanistanı yarımçıq yolda qoyub çıxması oradan bunu dediyimə əyan sübutdur. Aydındır. Təşəkkür edirəm Rauf müəllim. Verilişimizin qonağı oldunuz. Hörmətli tamaşaçılar, siyasi baxış verilişinə baxdınız. Bugünkü qonağımız siyasi icmalçı Rauf Qurbanov idi. Sağ olun.